Kamera çeker de bak. Gel. Gel. Ben senin sözlerine yetiştiremezsin. Bura Xırdalan şəhəri Heydər Əliyev prospekti 36-dır. Qaynar xəttimizə daxil olan şikayət əsasında buradayıq. Şikayətçi bildirir ki, ona məxsus olan evə bitişik şəkildə yeni bir tikili inşa olunur və qanunsuz şəkildə bu tikili səbəbindən şikayətçinin evinə ciddi ziyan dəyib. O dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də bir nəticə almayıb. İndi isə 3 günün içərisində bu dərin qazıntı burada qazılıb və evdən 1 metrə ara məsafəsi buraxmadan sürətlə də sürüşmə gedir. Yəni belə getsə 1 gün, 2 gün deyək ki, evin altı çıxacaq üzə. MTK doğru şəxsidir bu. Şəxsidir. Nə tikilir burada? Şəxsi sahibkardır. Nə tikilir də, yəni? Bilmirsən, sən bilirsən şəxsi sahibkardır. Mənim evim uçuruq deyirəm sizə. Sənin evin Evin altı gedir. Gözləyin bir dəqiqə. Biz mövqe almağa çalışırıq. Əl vurmayın. Bir dəqiqə. Bir dəqiqə, əl vurmayın. Birinci, bizə çəkilişimizə müdaxilə edə bilməzsiniz. Biz mövqe öyrənməyə çalışırıq ki, sizin həqiqətən də orada tikməyə icazəniz varmı? Həmin adama demişəm, əlaqə saxlayacaq. Kimdir həmin adam? Həmin adam gəlib tapıldı bilər. Nömrəsini verin, danışaq. Həm deyirsiniz dostumdur, həm də deyirsiniz dostumun nömrəsi yoxdur məndə.